Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov yazır: Niyə Özbəkistanla tarixi birliyimiz var? Rusiya, Ukrayna və Belarus prezidentləri 1991-ci ildə Belovežskaya Pushçada keçirilən görüşdə SSR-nin yerinə sözdə Slavyan Dövlətləri Birliyinin yaradıldığını elan etdilər. Bu, Qazaxstanda narazılıq və fikir ayrılığına səbəb oldu. Beləliklə, məşhur bəyannamə və Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə nəticələnən Almata prosesi başladı. Sonrakı proseslər Slavyan Birliyi ideyasının gerçəkləşmədiyini və Rusiyanın işğal siyasətinin bu layihəyə mane olduğunu göstərdi. Baltikyanı respublikalar SSR-dəki mövcudluqlarının legitimliyini tanımayaraq, gözlənildiyi kimi Avro-Atlantik məkanının bir hissəsinə çevrildilər. Humanitar layihə kimi başlayan Türk dilli dövlətlərin birliyi Azərbaycanın aktiv rolu ilə son illərdə Avrasiya xəritəsində strateji mövqe tutan müstəqil, özünü təmin edən sivilizasiya qurumuna çevrildi. Daha doğrusu rəsmiləşdirildi. Türk Dövlətləri Təşkilatı əhəmiyyətli iqtisadi və kommunikasiya tranzit layihələri ilə yanaşı, ortaq ideoloji birliyin fundamental elementlərini fəal şəkildə inkişaf etdirir və həyata keçirir. Buna görə də xarici siyasət təcrübəmizdə yeni olan tarixi birlik və bərabərlik anlayışı gözümüzün qabağında yaradılan Türk Dövlətləri Təşkilatının ideoloji birliyinin vacib bir hissəsinə çevriləcək. Bu təcrübə Putin rejiminin vahid Slavyan dövləti yaratmaq üçün neo-imperialist cəhdinin müşahidə olunan uğursuzluğu ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.